Deməli belə, mətnin məntiqi təhlilində mahiyyət nədən ibarətdir? Dediyim kimi məntiqin ən önəmli mövzusudur. Minimum 6-7 sual gəlir buradan. Testlər 80 dənə sual var. Biz bir dərs keçəcəyimizə görə mən buradan hardasa 50 dənə seçmə sual verəcəm başlanğıc olaraq sizə. Bu yerdə qalan sualları isə asan mövzularla paralel 5-5 sual verəcəm. Onlar da sıradan çıxardacaq. Burada mahiyyət nədən ibarətdir? Dediyim kimi, baxın, görürsüz, söz yığınıdır. Burada müxtəlif məzmunlar verir bizə. Mən burada verilən məzmunlardan bir məna çıxartmalıyam. Və burada bəzən mən bu mənanı çıxartmaqdan ötürü lazım olacaq cədvəl quracağam, lazım olacaq sxem quracağam, lazım olacaq nöqtələmə metodundan istifadə edəcəm. Yəni müxtəlif metodlardan istifadə edib cavaba getmək lazımdır. Və bir növ bunu belə özünüz üçün düşünün ki, mətni oxuyandan sonra düşünmək lazımdır ki, mən bu mətni kənardan necə şəkildə konspektləşdirsəm, cavaba daha tez gedə bilərəm. Yəni hansı qeydiyyatlar aparsam, bu mənim üçün daha rahat olur. Birinci bunu düşünmək lazımdır. Məsələn, birinci başlayıram sıralama tipli gedən suallardan. Məsələn, birinci sualdan başlayıram. Bir dənə boş fayl açım, başlayaq sualımızı həll etməyə. Birinci sual oxuyuram. Birinci suala mənə deyir ki, satıcı vitrində yan-yana duran və soldan sağa doğru 1-dən 6-ya qədər nömrələnmiş 6 yeşiyə alma, armud, üzüm, şaftalı, albalı və əriyi aşağıdakı qaydalara görə yerləşdirəcək. Və soldan sağa doğru 1-dən 6-ya qədər nömrələnmiş 6 yeşik deyirsə, gəl onu sıralayaq. 1, 2, 3, 4, 5, 6. Nömrələdim. Deyir ki, hər yeşiyə bir növ meyvə yerləşdirilir. Bunu bildik. Hər yeşiyə bir dənə meyvə yerləşdiriləcək. Üzüm mütləq ikinci, alma isə 3 nömrəli yeşikdə yerləşdirilməlidir. Üzümü gətirib yazıram 2-yə. Almanı da yazıram 3-ə. Sonraki cümlə. Albalı ilə əriyin olduğu yeşiklər mütləq yan-yana yerləşdirilməlidir. Albalı ilə əriyi mütləq yanaşı yazmalıyıq. Bunu da qeyd edək. Albalı, ərik. Yanaşı olacaq. Təbii ki, bu ərik albalı da ola bilər. Onu deyə bilmərəm. Əsas odur ki, yanaşı olsunlar. Və mən də burada baxıram ki, əri ilə albalını yanaşı yazmalıyamsa, ya 4-5 yazacağam, ya da 5-6 yazacağam. Yəni bu əri ilə albalının heç biri 1-ə gələ bilməz. Bunu artıq 100% bildik. Bu getdi. Və sonraki cümlə armudun yeşiyinin nömrəsi almanın yeşiyinin nömrəsindən böyük olmalıdır. Əgər armudun yeşiyinin nömrəsi almadan böyük olacaqsa, deməli armud 4, 5, 6-dan biridir. Deməli birinci armud da ola bilməz. Deməli avtomatik olaraq burada bir dənə məzmun çıxır. Birinci ərik deyil, albalı deyil, armud deyil, alma və üzüm də deyilsə, deməli birə qalır mütləq şaftalı. İkinci oldu üzüm, üçüncü oldu alma. İndi burada ola bilər albalı əriyi 4-5 yazaram, armud 6-ya qalar. Ola bilər albalı əriyi 5-6 yazaram, armud 4-ə qalar. Yəni armud ya 4 olacaq ya da 6. Amma artıq bunu dəqiq deyə bilmirəm. Sualımızın təhlili bundan ibarətdir. Buradan sual olan var. Müəllim, böyük C işarəsindən istifadə eləsə rahat olarıq. Məsələn, orada bəzi Nədən? məqamlarda. Böyük C işarəsindən. Burada ehtiyac yox idi. Üstünə yazmır 4-5-6. Müəllim, Bəli. orada şaftalı bir nömrəyə hansı səbəbdən gəldi, düşdü ora? Çünki albalı ilə əri yanaşı olmalı idi. Aha, Yanaşı olmalıdırsa deməli 1 ola bilməzdi. Çünki 1-in yanında yeri yoxdur, axı doludur artıq. düzdür. Armud da sənə deyir ki, almadan daha qabaq olmalıdır. Armud da almadan qabaqdırsa, deməli ya 4, ya 5, ya 6. Yəni 5 ola bilməz, ya 4, ya 6 olmalıdır. Deməli bir armud da ola bilməz. Bir ərik olmur, albalı olmur, armud olmur, üzüm olmur, alma olmur. Bir dənə avtomatik şaftalı qalır da. Hə, başa düşdüm. Çox sağ ol. Bizə də sualda deyir ki, aşağıdakılardan hansında verilən meyvələrin yerləşdiyi yeşiklər yan-yana ola bilməz? Şaftalı və üzüm.
Şaftalı və üzüm onsuz da yanaşıdır bir və ikide. Ola bilər. Anlatdım getdi. Alma və ərik. Alma və ərik təbii ki, ola bilər. Əriyi gəlib yazaram 4-ə. Albanı 5-ə yazaram. Armud da qalar 6-ya. Yanaşı yəni ola bilirlər. Bu da mümkündür. C variantı. Üzüm və albalı. Bu mütləq səhvdir axı. Çünki üzümün bir tərəfində alma var, bir tərəfində şaftal var. Heç vaxt üzümün yanında albalı ola bilməz. Ona görə C variantı olur. Elə mütləq səhv. Cavab oldu C. D-də məsələn armud və ərikdir. Bunu da göstərim. Bu da ola bilərdi. Necə ola bilərdi? Almanın yanına gəlib albalı yazaram. Albanın yanına ərik yazaram. Əriyin də yanına armud yazaram. Bunlar da olar yanaşı. Yəni bu da mümkündür. Mümkün ola bilməyən bir dənə C variantı idi. Cavab oldu C. Burada problem var. Əla. Birinci Xeyr. sual getdi. Keçirəm. Sıra tipli suallardan qarşı göstərəcəm. Sxemə gələcəm sonra. Sıra tipli suallardan bu 12-də ola bilər. Sonra məsələn bax 20-ci sual. Gəl 20-ci sualı izah edək. Baxaq. 20-ci sual deyir ki, gün ərzində 8:00-dan 18:00-a dək hər biri 2 saat olmaqla 5 televiziya proqramı nümayiş olunur. Proqramların nümayiş olunma sırası ilə bağlı aşağıdakılar məlumdur. Bax bizə nə deyir? 8-dən başlayır, hər 2 saatdan bir dənə televiziya proqramı başlayır. Yəni 5 dənə proqramımız var. Yazıram bax birinci proqram. Saatını da yaza bilərəm. Məsələn 08-də başlayan, 10-da bitəcək başqa biri başlayacaq. 12-də bitəcək başqa biri başlayacaq. 14-də bitəcək başqa biri başlayacaq. Nəhayət biri də başlayacaq 16-da. Ki o da bitəcək saat 18:00-da. 5 dənə televiziya proqramı qeyd edəcəm bu saatlara. Proqramların nümayiş olunma sırası ilə bağlı görək nələr məlumdur. D-dən dərhal sonra A-nın nümayişi başlayır. Aşağıdan qeyd edirəm. D-dən dərhal sonra A başlamalıdır. B-nin nümayişi C-dən dərhal sonra D-dən isə əvvəl başlayır. B-nin nümayişi C-dən dərhal sonradır. B-nin nümayişi C-dən dərhal sonradır, D-dən isə əvvəldir. Deməli, avtomatik olaraq C, B, D, sonra A gəlməlidir. Və görək Y-ni hara qeyd edə bilərəm. Onu da sənə verib. Y gün ərzində nümayiş olunan birinci proqramdır. Deməli, birinci oldu Y, ikinci olur C, C-dən dərhal sonra B gəlir. B-dən sonra D gəlir, D-dən də sonra A gəlir. Cavab olur Y, C, B, D, A, yəni B variant. Problem var. Evet, bu da get. İndi qayıdıram əvvələ. Nisbətən sxem qura biləcəyimiz sual tipləri. Məsələn, üçüncü sual. İki dənə sual buna göstərəcəm. Üçüncü sualda bizə deyir ki, bax qəbul sualdır bu sual. 4 otaqlı mənzilin otaqları F, G, V, X bir-biri ilə qapılar vasitəsilə, yəni Q, R, S, T vasitəsilə əlaqələnir. Otaqların birindən digərinə yalnız qapıdan keçməklə daxil olmaq olar. Mənzilin proyektinə görə. Gəlin biz kənardan mənzilin qısa bir proyektini çəkək. Və sadəcə bir şey deyim. Burada otaqlarla qapıları qarışdırmayın, ha, hərfləri qarışdırmayın. Gəlin ona görə biz qapıları dairənin içində qeyd eləyək ki, sonradan bir-birinə qarışdırmayaq. Məsələn, birinci cümlə. Q yalnız F və V-ni birləşdirir. Bax, gəlirəm bir dənə F otağı qeyd edirəm, bir dənə V otağı. Bunları birləşdirən Q qapısıdır. Yazıram araya Q-nü. Dairəyə alıram ki, otaqlarla qarışdırmayaq. R yalnız C və V-ni birləşdirir. İxtiyari bir yerdən G yazıram və V ilə G-ni birləşdirən R qapısıdır. Bunu qeyd edirəm. S də yalnız F və G-ni birləşdirir.
F ilə G-nin arasında bir dənə S yazıram. Və T də yalnız C və X-i birləşdirdiyinə görə C ilə X-i də birləşdirən bir dənə T var. Burada problem var. Bəli. Bu sadə bir dənə mənzilin proyektini çəkdim. İndi görə bizdən nə istəyir? Deyir, əgər mənzilin sakini müəyyən vaxtda hər birindən bir dəfə olmaqla bütün qapılardan keçibsə, yəni qapılardan T-dən, R-dən, S-dən və Q-dən hər birindən bir dəfə keçibsə, həmin müddətdə hansı otaqda və ya otaqlarda iki dəfə olmuş olacaq? Sizcə hansı olar? Yalnız G olacaqdır o. G Tərəfdə olacaq. dəfə. Bəli, bəli, G-dir. Şey olacaq, bəli. Tutalım ki, mənzilin sakini sənsən, məsələn deyirəm, özünüz düşünün. X-dan girmisiniz mənzili X otağından. Birinci nə edə bilərsən? T qapısından keçdim, getdim G otağına. G-dən F-ə də gedə bilərsən, V-yə də fərqi yoxdur. Məsələn, R qapısından keçdim, getdim V-yə. Q qapısından keçdim, getdim F-ə. Hər qapıdan bir dəfə keçməliyəm axı. T-dən, R-dən, Q-dən getdim, S qaldı. S qapısından keçəndən sonra təzədən gəlirəm G-yə. Artıq G-dən başqa yerə gedə bilmərəm. Çünki hər qapıdan artıq bir dəfə keçmişəm. İki dəfə olduğum otaq hansı oldu? G otağı. Sən bura G-dən girsən də eyni şey baş verir ha. Məsələn, tutalım mənzilə G otağına girsəydin, sən hər otaqdan bir dəfə, hər qapıdan bir dəfə keçməliyəmsən. Məsələn, qalxdım F-ə, gəldim V-yə, gəldim təzədən G-yə, sonra getdim X-ə. Yəni S-dən, Q-dən, R-dən, T-dən keçəndə yenə G otağından keçib getmiş olacaqdım. Ona görə iki dəfə olduğum Müəllim, otaq orada mütləq olur ki. yəni kəsişmə orada olduğu üçün deyirik də, düz deyilmi? Bəli, bəli. Yəni hər tərəf hara gəlsən G-dən keçib gedərsən. Ona görə G-də iki dəfə olur. Burada problem var. Eyvallah. Keçirəm. Bir dənə də bu tipli oxşar sual tipi göstərirəm. Bu səfər proyekt yox, sadə sxem quracaq. Məsələn, bax 19-cu sual. Deyir, rəsm sərgisində əsərlər 6 ayrı salona yerləşdirilib və salonlar A, B, C, D, E və F kimi işarələnmişdir. 6 dənə salon var. Sərgiyə hər salondan giriş var. Çıxışı isə yalnız B və Y salonlarındandır. Salonlar arası keçid bir istiqamətlidir. Bir istiqamətli keçid nə deməkdir? Kim deyər? Yəni mənim Yəni çıxış yoxdur çıxdığı da. qapıdan geri qayıda bilmir. Ay, sağ ol. Bir istiqamətli keçid o deməkdir ki, məsələn, tutalım sən A-dan B-yə getmisənsə, B-dən A-ya qayıda bilmirsən. Və yaxud X-dan Y-ə getmisənsə, Y-dən X-ə qayıda bilmirsən. Bu deməkdir. Indi şərtlərim bitdi. Salona hər yerdən girə bilərəm, amma çıxanda ancaq B və Y-dən çıxmam mümkündür. Gəlin şərtləri oxuyaq. Birinci cümlə. A salonundan yalnız F və S salonlarına keçid var. Gəl bunu gözünün qabağında qeyd edirəm. Bu olsun A salonu. Buradan bir F-ə yol var, bir də S-yə yol var. Qeyd elədim. F salonundan yalnız D salonuna yol var. F-dən yalnız D-yə gedə bilərəm. C salonundan isə yalnız B salonuna keçid var. C salonundan yalnız B-yə keçid var. D salonundan yalnız Y salonuna keçid var. Bax, D-dən bir ox qoyuram, Y-yə yol göstərirəm. Y-dən isə yalnız B və C-yə yol var. Y-dən də yalnız B-yə yol var, bir də C-yə yol var. Bu arada bu bir istiqamətli ilə eyni şey deyil, bunu qarışdırmayın. Y-dən sadəcə 2 dənə otağa yol var. S-ə də yol var, B-yə də yol var. İndi sən birinə gedərsən. Ya S-ə ya da B-yə. Yol birinə gedə bilməyəsən. Mahiyyət bundan ibarətdir. Proyekt hazırdır. İndi gəl keçək. Görə bizdən nə istəyir? Deyir, sərgiyə F salonundan girən bir ziyarətçi üçün aşağıdakılardan hansı mütləq səhvdir? A salonunu ziyarət edib.
Elə mütləq səhv budur da. Çünki biz nə dedik? Ancaq bir istiqamətli yol var. Sən A-dan F-ə gələ bilərsən, F-dən A-ya gələ bilmərsən. Yəni A-dan onsuz da iki dənə yol çıxırdı. Biri F-ə gedir, biri C-yə. A-ya gələn yol yoxdur. Ona görə sən heç vaxt fırlanıb A-ya qayıda bilmərsən. A olur mütləq səhv. D salonu ziyarət edib. Təbii ki, F-dən D-yə yol var, gedə bilər. C salonunu ziyarət edib. F-dən gedərəm D-yə. D-dən gedərəm Y-yə, Y-dən də gələrəm C-yə. Ola bilər. Atdım getdi. O bir şərtə keçdim. Y salonundan çıxıb. F-dən gedərəm D-yə, D-dən gedərəm Y-yə, Y-dən çıxaram. B salonundan çıxıb F-dən gedərəm D-yə, D-dən gedərəm Y-yə, Y-dən B-yə gedib sonra çıxaram. Çünki çıxış ancaq Y və B-dən idi, ikisindən də çıxa bilərdim. Demək ona görə bir dənə A variantı olur mütləq səhv. Bitdi getdi. Bu da öz qaydasında. Bu da oldu sadə sxem qrup həll edəcəyimiz sual tipləri. Bunlar da getdi. İndi qayıtdım əvvəldən bir dənə də sual keçib, sonra 2 və 3 kateqoriyalı mətnlərimizə keçəcəm. Burada 6, 7, 8, 9 tipli suallar var ki, gəlin bunlardan birini göstərim. Eyni gedişatla göstərir. Burada baxın, bu 8-ci sual qəbul sualdır. Mesela bu yaxınlarda 2024-də düşmüş səhv eləmirəmsə. Prosta bu bir ekranın daxilində düşmür. Gəlin ona görə o bir sual göstərim. Bunu öz işlər sevdi, qəbul sualdır. 7-ci suala baxıram. Eyni sual tipidir. Bax, bu da önəmli sualdır. Deyir Aynur, Lalə və Dilarə adlı 3 rəfiqə mağazadan armud, alma və gavalı aldılar. Həm də qızların hər biri yalnız bir növ meyvə aldı və bütün bazarlıqlar fərqli oldu. Kimin nə aldığı sualına növbədə dayanan alıcılar belə cavab verdilər. Birinci deyir Aynur armud alıb. İkinci deyir Lalənin aldığı armud deyildi. Üçüncü deyir Dilarənin aldığı gaval deyildi. Sonra aydın olur ki, 3 cavabdan ikisi yanlış və yalnız biri doğru imiş. Kim hansı meyvədən alır? Və deməli məsələ nədir? Bunu sizə belə izah edeyim. 3 dənə qızdır, gedirlər mağazadan hərəsi bir növ meyvə alır. Bunlar gedəndən sonra kənar bir şəxs gəlir. Orada dayanan alıcılara sual verir ki, o gedən qızlar nə almışdı? Alıcılardan da biri deyir ki, mən gördüm, Aynur armud alıb. O biri deyir ki, Lalənin aldığı armud deyildi. Üçüncü deyir ki, Dilarənin aldığı gaval deyildi. Sonra məlum olur ki, o qızların aldığı meyvələrə baxanda məlum olur ki, bu 3 nəfərdən bir dənəsi doğru danışıb, ikisi yalan danışıb. Buna əsasən qızlardan hansı meyvəni almış ola bilər, onu axtarıb taparsan. Bunu əldə etməyin ən rahat yolu variantlarla işləməkdir. Necə? Tom birinci A variantı yoxlayıram. Tom Aynur armud alıb, Lalə alma alıb, Dilarə gaval alıb. Görə kim düz, kim səhv deyir. Birinci demişdi ki, Aynur armud alıb. Düz deyir də deməli, Aynur həqiqətən armud alıb. İkinci demişdi, Lalənin aldığı armud deyildi. Həqiqətən Lalə alma alıbdı, armud deyil. Bu da doğru danışmış olacaqdı. Deməli A variantı ola bilməz. Çünki A variantı olsa artıq 2 nəfər doğru danışmış olur. Ona görə A variantını atıram getdi. Bax B-ni yoxlayıram eyni qaydada. Aynur armud alıbsa birinci düzgün danışıb. İkinci demişdi Lalənin aldığı armud deyildi. Həqiqətən Lalənin aldığı gavalıbda armud deyil. Demək bu da düzgün danışır. 2 plus görünürsə 6 getsin. Sənə lazımdır ki 2 yanlış 1 doğru olsun. Keçirəm C-ni yoxlayıram indi. Birinci demişdi Aynur armud alıb. Burada gavaldır. Deməli yalan danışıb. Lalənin aldığı armud deyildi. Burada almadır. Düz danışıb. Dilarənin aldığı gavalı deyildi. Burada armuddur. Düz danışıb. 2 plus oldusa deməli C variantı olamaz. At getsin. Yəni bir-bir yoxlayırıq. Nəhayət D variantına gəldik. D variantı. Aynur gavalı alıbsa birinci deməli yalan danışır. Lalə armud alıbsa ikinci də yalan danışır. Demişdi armud deyil, armud da axı. Üçüncü deyir Dilarənin aldığı gavalı deyildi. Düz deyir də almadır. Bu deməli doğru danışır. 1 plus 2 minus gördünsə deməli doğru variantda bax odur. Cavab olur D variantı. Problem var. Əla.
Bunlar da getdi. Bu hissəni ötürdüm artıq. Baxın, bu oldu. Bir yanlış, iki doğru olan sual tipləri, sıralama olan sual tiplərindən göstərdim. Müəllim, Sonra orada, aha, bu suallar yalnız belə variantlar yoxlamaqla işlənilir, yoxsa necə? ən rahat yolu bəli variantlarla işləməkdir. Variantlarla işləməsən cavabı çıxarda bilirsən əslində. Prosta necə çıxardarsan variantları? Bir bütün ehtimalları yazarsan. Yazarsan ki, Aynur armud alsa, Lalə nə alsa, Dilarə nə alsa bir doğru iki səhv olar. Aynur gavalı alsa, o biri nə alsa, o biri nə alsa, hansına bir doğru iki səhv olar. Ona görə bir-bir ehtimalları yazıb gedəsən. O sənə vaxt cəhətdən sərf eləməyəcək. Müəllim, bəs C variantı necə? Gəl şeyə baxaq. Y-də. Aynur alma alıbsa, deməli birinci yalan danışır. Lalə armud alıbsa, deməli ikinci də yalan danışır. Deyir armud deyil. Dilarə gavalı alıbsa, deməli üçüncü də yalan danışır. Bunun üçü də səhv oldu. Ona görə yeni datıram gedir. Əla. İndi gəlirəm 2 və 3 kateqoriyalı mətnlərimizə. Məsələn, 25-dən sonra gələn sual tiplərindən. Məsələn, 29-cu suala baxıram. 29-cu sual. Və deyir ki, 4 dənə dost, Yusif, Ellar, Cavid və Əyyub, Tropical, Concordia, Florida və Plaza adlı 4 müxtəlif oteldə yerləşdilər. Bax, 2 kateqoriyalı bir mətndə. 2 kateqoriyalı dediyim nədir? Bir şəxsi adları var, bir də getdiyi otellər var. Ola bilər 5 nəfər ad verər, 5 dənə otel verər. Ola bilər 6 nəfər şəxs verər, 6 dənə fakültəyə qəbul olurlar, onu verər. Və yaxud da ola bilər ki, 4 dənə meyvə adı verər, 4 dənə rəng verər, onu uyğunlaşdırmalı olarsan. Yəni burada bu tipli sual növlərində gəlirsən, cədvəl quraraq sualı həll edirsən. Məsələn, bir tərəfdən gəlirəm, dostların adını yazıram. Yusif, Eldar, Cavid, Əyyub. Başlayıram cədvəlini qurmağa. Yuxarıdan yazıram otellərin adını. Tropical, Concordia, Florida və Plaza. Başlayıram. Tapdıqca cədvəlin daxilini plus minusdan dolduracağam. Birinci cümlə məlumdur ki, Yusif öz dostlarını Plaza otelinə və Tropical otelinə ötürdü. Deməli, Yusif özü Plaza və Tropicalda qalmır da, dostlarını ötürüb bax ora. Yusif Plazada qalmır, çıx qoyuram. Tropicalda qalmır, çıx qoyuram. Plaza otelində yerləşən adam Eldarın ən yaxın dostudur. Deməli, Eldar özü Plaza otelində qalmır. Eldarın qabağına Plazaya çıx qoyuram. Florida otelində yaşayan şəxs Yusif və Əyyubla dəniz kənarında görüşür. Deməli, Yusiflə Əyyub özü Florida otelində yaşamır. Gəlirəm Yusifə də, Əyyuba da Florida otelinə çıx qoyuram gedir. Və son cümlə, Eldar nahar etmək üçün Florida otelinə öz yoldaşının yanına getdi. Deməli, Eldar Florida otelinə getmir. Çıx qoydum getdi. Bura kimi problem var? Əla. Digər boşluqları dolduraq. Yusifə bax, Tropikalda deyil, Floridada deyil, Plazada deyil. Bir dənə qalır Concordia. Yusif gedib deməli Concordiyaya. Plus qoyduğun yerin sətr və sütun çıxla doldur. Çünki Concordiyaya bir nəfər getməli idi. O da Yusifdir. Deməli, digərləri deyil. Skoyram gedir. Ellara bir dənə boşda nə qalır? Tropikal. Plus qoydum. Sütunu çıxla doldurdum, getdi. Əyyuba bir dənə boşda qalır. Plaza. Plus qoydum. Sütunu çıxla doldurdum, getdi. Cavidə də bir dənə qaldı nə? Florida. Şu, hamısını tapdım. Deyir kim hansı oteldə yaşayır? Yusif Concordia. Eldar Tropical. Cavid Florida. Əyyubda Plaza. Doğru cavab olur. D variant. Problem var. Əla.
Bu da oldu ki kateqoriya bir mətnimiz. Gəlin bir dənə sual sizdən soruşum. 33-cü sual. 30-cu sual bir dənə həll eləyin, tapan çatda doğru variantı yazsın. İki kateqoriya bir mətnimizdir. Tapan çatda doğru variantı yazsın. 3 dəqiqə vaxtınız var.
Gəlin baxaq. Gəlin baxaq. Şey cavabını yazanlar düzgün yazın. Çıxa baxaq. Və deyir ki, Akifin 4 dostu var. Faiq, Nurlan, Dilgən və Sakit. Onlar Bənna, Xarrat, ekoloq və maşinistdirlər. Gəl adlarını qeyd edirəm. Faiq, Nurlan, Dilgən və bir də Sakit. Onlardan biri Bənnadır, biri Xarratdır, biri ekoloqdur, biri də maşinistdir. Oxuyuram. Deyir ki, Xarrat dostu onları qonaq çağırmışdı və Faiq ilə Nurlan da oradaydı. Yəni Akif Xarrat dostu gilə gedəndə görür ki, Faiq ilə Nurlan da oradaymış. Deməli, Faiq ilə Nurlan Xarrat deyil. Qoyuram gedir. Dilgəm ekoloq deyil. Dilgəm ekoloq deyil. Qoyuram gedir. Sakit Bənna dostunun gəlmədiyini görüb ona zəng edib onu çağırdı. Deməli, burada Faiq ilə Nurlan Bənna da deyil. Çünki Faiq ilə Nurlan artıq oradadır axı. Amma bu deyir ki, Bənna dostunun gəlmədiyini görüb ona zəng etdi. Deməli, Faiq ilə Nurlan Bənna da deyil. Və təbii ki, Sakit Bənnaya zəng eləyibsə, deməli Sakit özü də Bənna deyil də, düzdürmü? Öz-özünə necə zəng eləsin? Avtomatik olaraq Bənna bir dənə kimə qalır? Boşda. Faiq deyil, Nurlan deyil, Sakit deyil. Bir dənə qalır Dilqəmə. Biz dənə Dilqəmin ixtisasını soruşur. Dilqəmin ixtisası oldu Bənna. Cavab olur Y variantı. Problem var. Evet. Güzel. İki kateqoriya mətnlər olana cədvəl bu şəkildə qurursan, içərisində plus minusdan da olur, cavaba gedirsən. Müəllim, niyə bəs maşinist tapılmır ki orada? Mənə o maraqlı qaldı. Nə edirik? Maşinist niyə tapılmadı orada? Gəl sonrasını gedək. Dilqəm Bənnadırsa, qalanını çıx qoyuram gedir. Hı. Xarrat olur sakit, plus qoyma ətrafını çıxla doldururam. Ekoloqdan maşinist tapılmır. Çünki biz burada Faiqlə ekoloqdan Nurlanı tapa bilmirik. faiq yoxsa Nurlan olduğunu tapa bilmirik. Çünki verilən məlumatlar ona kifayət eləmir. Ümumiyyətlə sən burada bir çox sualla qabağına çıxa bilər. Sən burada bütün mətni doldurma məcburiyyətində deyilsən axı. O qədər sual qabağına çıxacaq ki, yarımçıq qalacaq. Elə sual olacaq ki, səndən soruşacaq hansı mütləq doğrudur, hansı mütləq səhvdir. Sən bunu mütləq hamısını doldurma məcburiyyətində deyilsən. Sənin doldurduğun hissədən sənə sual gələcək. Bizim doldurduğumuz səbəb bu qədər idi. Buradan da bizdən Dilqəmin ixtisasını soruşur, Bənna götürürəm. Sən Faiq ilə Nurlanın ixtisasını səndən soruşa bilməzdik. Dilqəmi soruşa bilərdi, bir də sakit soruşa bilərdi. Dilqəm olur Bənna, Xarrat da olur sakit. Problem var. Yox, bildim. İndi gəlin kateqoriyalar sayını biraz artıraq. Yəni Müəllim, üç mən orada kateqoriyalı tam bilmədim. Dilqəm indi biz necə bildik ki, Dilqəm orada yoxdur? Çünki deyir Bənna dostunun gəlmədiyini görüb çağırır. bax, Bənna çox bir orada yoxdur. bildim. Faiq ilə Nurlan artıq orada da düzdür. Bax, deyir Xarrat dostu onları qonaq çağırmışdı. Faiq və Nurlan da oradaydı. Dilqəm ekoloq deyil. Sakit Bənna dostunun gəlmədiyini görüb ona zəng edib çağırdı. Faiq ilə Nurlan artıq oradadırsa, deməli bunlar Bənna deyil də. Çünki Sakit görüb Bənna yoxdur, ondan sonra zəng eləyir. Deməli Faiq ilə Nurlan Bənna deyil. Burası aydındır. Hə, başa düşdüm. Faiq ilə Nurlan Bənna deyilsə, Sakit Bənnaya zəng eləyirsə, deməli Sakit özü də Bənna deyil də, çıx qoyuram. Avtomatik Bənnaya bir dənə kim qalır boşda? Faiq deyil, Nurlan deyil, Sakit deyilsə, deməli bir dənə qalır Dilqəm. Aydındır. Başa düşdüm sizə. Əla, buyurun. Ən üç kateqoriyalı mətnlərimizin tiplərini göstərirəm, sonra axırda 34-cü sual yazmış deyəsən, qayıdıb ona baxarıq. İndi baxıram 3 kateqoriyalı bir mətnimizə. Bu oldu 2 kateqoriyalı mətn. İndi keçirim 3 kateqoriyalı bir mətnə.
Məsələn, baxaq. 53-cü suala. 53-cü suala baxıram. Deyir ki, bir müəssisədə işləyən Aydan, Vəfa, Firuzə, Elvin və Lalə adlı şəxslərin şəxsi kodları və gündəlik iş saatları aşağıda verilmişdir. İndi artıq burada 3 dənə kateqoriyam var. Şəxs adları var, onların şəxsi kodları var, bir də iş saatları var. Yəni artıq kateqoriya 2 yox, 3-dür. Gəlirsən verilənlərdən yenə birini kənardan qeyd edirsən. Məsələn, bizə şəxslərin kodları və saatları lazım olduğuna görə gəl şəxs adlarını qeyd edək. Aydan, Vəfa, Firuzə, Elvin və Lalə. Yuxarıdan yazıram. Bizə nə lazımdır? Bu şəxslərin kodları yazıram kod. Bir də iş saatları yazıram saat. Yəni artıq ümumiyyətlə kateqoriyaların sayı 2-dən artdıqca, məsələn 4 kateqoriya ola bilər. Məsələn sənə burada şəxsin adların verər, kodların verər, iş saatların verər. Məsələn bir də yaşadığı şəhərləri verər. Məsələn şəxs adlarını yazdın, buradan kod yazırsan, buradan saat, onda yer ayırıb buradan yazacaqdın şəhər. Başqa bir detal versə, bir dənə yer ayırıb o detalı yazacaqdın. Yəni kateqoriyaların sayı artanda, artıq burada plus minus qoymayacağam. Sadəcə şərtləri qeyd edirəm. Tapdıqca daxilinə həmin o şərtləri yazacağam. Məsələn, tutalım bilsəm ki, Aydanın kodu 5-dir, gəlib Aydanın qabağına kod kimi 5 yazacağam. Bilsəm ki, Vəfa 7 saat işləyir, Vəfanın qabağına saat kimi 7-ni yazacağam. Burada problem var. Evet. Gəl şərtləri oxuyaq. Birinci cümlə. Ən çox işləyən şəxsin şəxsi kodu ən kiçikdir. Ən çox işləyən şəxsin, yəni kim ki 8 saat işləsə, şəxsi kodu ən kiçikdir, yəni 3-ə bərabərdir. Bunu qeyd elədim. İkinci cümlə. Firuzə Elvindən 1 saat az işləyir, ancaq şəxsi kodu Elvinin şəxsi kodundan bir vahid böyükdür. Burada detal çoxdur. Yəni arada 1 saat vaxt fərqi olan 6, 7, 7, 8 var. Şəxsi kodların içində həmçinin çoxdur. Ona görə ki, bu şərti saxlayıram. Axırda qayıdacaq bu şərtə. Üçüncü cümlə. Ən az işləyən ikinci şəxs Lalədir və şəxsi kodu 7-dir. Lalə ən az işləyən ikinci şəxsdirsə, iş saatlarına baxıram. Ən az 6-dır, ondan sonra 6.5 gəlir. Deməli, Lalə işləyir 6.5 saat. Və şəxsi kodu 7-dir. Koduna yazıram 7. 6-5 saat getdi, kodlardan 7 getdi. Sonra deyir ki, Vəfanın şəxsi kodu Aydanın şəxsi kodundan 3 vahid böyükdür. Şəxsi kodların içində arada 3 vahid fərqi olan 6 və 3 qalır. Deməli, avtomatik olaraq Vəfanın kodu böyük olduğuna görə 6-nı Vəfa götürürəm, 3-ü Aydan götürürəm. Gəlirəm Aydanın şəxsi kodunu 3 götürürəm, Vəfanın şəxsi kodunu 6 götürürəm. Və biz bayaq nə qeyd eləmişdik birinci cümlədə? Kimin ki kodu 3-ə bərabərdir, o 8 saat işləyib. Deməli, Aydanın kodu 3-dürsə, deməli 8 saat işləyib. Bunu da tezbaza qabağına qeyd edirəm. 8 saat getdi, 3 getdi. Ben burada Aha. deyirik 3 vahid. 7 ilə 4 sayılmır, 3 vahid. 7-ni də artıq 4-dən yazmışdıq axı. Yox, 7-ni artıq Hə, hə. yazmışıq Laləyə. Hə. Bunlar qeyd elədim. İndi gəlirəm ikinci cümləyə, bütün sualı həll edirəm. Firuzə Elvindən 1 saat az işləyir. İş saatlarının içində arada 1 saat vaxt fərqi olan 6 və 7-dir. Firuzə az işlədiyinə görə 6-nı götürürəm Firuzəyə. Ondan 1 saat çox Elvin işləyib. 7.5-də qalır avtomatik Vəfaya. Keçən cümlənin davamına. 1 saat az işləsə belə şəxsi kodu Elvinin kodundan 1 vahid böyükdür. Kodlardan bir dənə 4 ilə 5 qalmışdı. Firuzədə çoxsa 5 yazıram Firuzəyə, 4 yazıram Elvinə. Burada problem var.
Çox. Sual hazırdır. Deyir mətnə əsasən yanlış fikri seçin. Vəfa 7.5 saat işləyir, düzdür. Aydanın kodu 3-dür, düzdür. Elvin Lalədən çox işləyir. Elvin 7 saat işləyib, Lalə 6.5, bəli, çox işləyib. Şəxsi kodu 5 olan şəxs, şəxsi kodu 6 olandan çox işləyir. Şəxsi kodu 5 olan şəxs Firuzədir. Şəxsi kodu 6 olan şəxs Vəfadır. Axı Firuzə Vəfadan az işləyib, çox işləmir. Ona görə cavab olur. Elə D variantı. Yanlış fikir də budur. Problem var. Bəli. Bu da oldu 2-dən çox kateqoriya qabağımıza çıxsa həll edəcəyimiz sual tiplərindən biri. İndi gəlirəm. Gəlirəm. Qayıdıram əvvələ. Ən sonunda burada bir dənə sual tipimiz var, onu göstərəcəm. Qayıdıram əvvələ. Ehtimal yaranan sual formalarımız. Yəni bəzən olacaq ki, sən bir sualın daxilində 2 dənə və yaxud 3 dənə ehtimalın olacaq, onun əsasən cavab tapmalı olarsan. Yəni ehtimal ancaq bir olmayan suallarımız da ola bilər. Məsələn, 21-ci sual qəbul sualı və kifayət qədər maraqlı və uşaqları çox çaşdıran suallardan biridir. Gəlin bunu göstərim, sonra bir dənə sual sizdən soruşacağam. 21-ci suala baxıram. Deyir ki, aşağıdakılar məlumdur. Görün nə məlumdur. Deyir A və B-dən ən azı birinin imtahan nəticəsi yaxşıdır. İkinci, B və C-dən yalnız birinin imtahan nəticəsi yaxşıdır. Deyir aşağıdakı münazirələrdə neçəsi mütləq doğrudur. Söhbət gedir A-dan, B-dən, bir də C-dən. Sadə bir sual verirəm sizə. Birinci cümləni oxuyuram. Deyir A və B-dən ən azı birinin imtahan nəticəsi yaxşıdır. Ən azı birinin nəticəsi yaxşıdır deyirsə, ikisi də yaxşı ola bilərmi? Həm A, həm B. Ola bilər zaman. Ola bilər də. Ola bilər. Ən az biri deyilsə ikisi də ola bilər. Bəli, bəli, ola bilər. Ən az biri ilə yalnız biri ayrı-ayrı şeylərdir. Onları qarışdırmayın. Tam sadə bir şey deyirəm. Tutalım mən ixtiyari bir şəxsə deyirəm ki, məsələn, tutalım Abbasa. Deyirəm ki, Abbas, bu gün sənə ən az 3 dənə sual verəcəm. Ən az 3 dənə sual verəcəm. O deməkdir ki, 3 dənə də sual verə bilərəm. 3-dən çox sual da verə bilərəm. İndi bu da eyni şeydir. Ən az birinin nəticəsi yaxşıdır. O deməkdir ki, biri də yaxşı ola bilər, ikisi də yaxşı ola bilər. Yəni ola bilər ki, A yaxşı olar, B pis olar. Və yaxud da ola bilər A yaxşı olar, B də yaxşı olar. Ola bilər A pis olar, B yaxşı olar. Yəni artıq burada 3 dənə ehtimal yaradır. Burası aydındır. Bəli. Hə. Keçdim ikinci cümləyə. B və C-dən yalnız birinin nəticəsi yaxşıdır. B və C-dən yalnız biri yaxşıdır. O deməkdir ki, B yaxşıdırsa C pisdir, C yaxşıdırsa B pisdir. İndi burada B-nin pis olduğu ehtimalı C olur yaxşı. B-nin yaxşı olduğu ehtimalı C olur pis. B-nin yaxşı olduğu ehtimalı C olur pis. Şu, 3 dənə ehtimal yarandı. Deyir ki, aşağıdakı münazirələrdən neçəsi mütləq doğrudur? Birinci cümlə. A-nın imtahan nəticəsi yaxşıdırsa, C-ninki də yaxşıdır. A yaxşı olanda C yaxşı da ola bilər. A yaxşı olanda C pis də ola bilər. Çünki bu mütləq doğru deyil. Çünki bunun doğru olma ehtimalı da var, səhv olma ehtimalı da var. Ona görə bu mütləq doğru kimi götürə bilmərsən. Atdım getdi. A-nın nəticəsi yaxşı deyilsə, C-ninki də yaxşı deyil. Həqiqətən A-nın nəticəsi yaxşı olmadığı müddətdə C də yaxşı olmayacaq. İkinci olur mütləq doğru, ikinci götürürsən. A-nın imtahan nəticəsi yaxşı deyilsə, B-ninki də yaxşı deyil. A-nınki yaxşı deyilsə, yəni pisdirsə, B-ninki mütləq yaxşı olmalıdır. Əksinə bu mütləq səhvdir. İkisinin də pis olduğu ehtimal yoxdur axı. Üçüncünü atdım getdi. Tələbələrdən ikisinin imtahan nəticəsi yaxşı deyil. Birinci ehtimalı götürsən, ikisi yaxşı olur. Üçüncü ehtimal götürsən, ikisi pis olur. Yəni bu doğru da ola bilər, səhv də. Yenə mütləq doğru kimi götürə bilmirsən. Və nəhayət 5-ci cümlə. Tələbələrdən ikisinin imtahan nəticəsi yaxşıdır.
Tələbələrin ikisi nəticəsi yaxşı ola bilər, ikisi nəticəsi pis də ola bilər. Bu da mütləq doğru deyil. Mütləq doğru olur bir dənəsi. Cavab olur. Bir dənəsi cavab olur D variantı. Problem var. Müəllim, Nə yalan. Bəli. tələbələrin ikisinin imtahan nəticəsi yaxşı deyil deyəndə, yəni hər hansındasa birində 2 dənə yaxşı olmalıdır da, yaxşı olmaq üçün. Necə deyirsən bir dedin? Yəni imtahan nəticəsi məsələn A-da, B-də, C-də fərqlidir də hamısında. Aha, bəli. 2 dənə yaxşı olmalıdır ki, deməli imtahan nəticəsi ümumilikdə yaxşı olsun. Ya necə baxdıq ona, onu bilmədim dəqiq. 5-ci deyirsən? 4 və 5-dən, yəni ikisi də demək olar ki, eynidir. Bax 4-də deyir ki, tələbələrdən ikisinin nəticəsi yaxşı deyil. Mən birinci ehtimal götürsəm, ikisinin nəticəsi yaxşı olur axı ikisinə. Dediyi cümlə səhv olur ki. Amma üçüncünü götürsəm, ikisinin nəticəsi pisdir, dediyi düz olur ki. Yəni bu dediyi cümlənin səhv olma ehtimalı da var, düz olmaq ehtimalı da var. O mütləq doğru sayılmır axı. Ona görə onu götürmürsən. Yəni mütləq doğru olmalıdırsa, onun səhv olmaq ehtimalı ümumiyyətlə olmamalıdır. Bunun var deyə bunu götürmürsən. Bu bir də eyni qaydada. Deyir tələbələrdən ikisinin nəticəsi yaxşıdır. Birinci ehtimalda bəli, həqiqətən ikisi yaxşıdır. İkinci ehtimalda həqiqətən ikisi yaxşıdır. Amma bəlkə üçüncü ehtimal baş verib. İkisi nəticəsi pis olub. Bu da ola bilər axı. Ona görə sən bununla mütləq doğru kimi götürə bilmərsən. Atırsan gedir. Mütləq doğru qalır bir dənə. İkinci cümlə. Cavab olur D variantı. Bir dənəsi. Aydındır? Bəli. Deməli belə keçdi. İndi bir dənə sual sizdən soruşum. Bir dənə qəbul sualımız var bizim. Bir dənə onun sizdən soruşum. Qırx ikinci sual bir dənə həll eləyin. Tapan çatda doğru variantı yazsın. 42-ci sual. 3 dəqiqə vaxtınız var.
Çıxaq. Bəli, D tapanlar düz cavab D'dir. Deyir kinoteatrda gün ərzində 7 dənə çizgi film nümayiş olunur. Və saat 10:00-dan etibarən hər saatın tamamında yeni çizgi filmin nümayişinə başlanır. Və saat 10:00-dan etibarən hər saatın tamamında yeni çizgi film başlayırsa, deməli saat 10:00-da birinci çizgi filmimiz başladı. Bir saat sonra, yəni saatın tamamında 11-də biri başlayacaq. Saatın tamamında 12-də biri başlayacaq. 13-də biri başlayacaq. 14-də biri başlayacaq. 15-də biri başlayacaq və nəhayət 16-da biri başlayacaq. Ya artıq 16-da dirəndi. Niyə görə? Çünki 7 çizgi film deyirdi. 1, 2, 3, 4, 5, 6, 7 çizgi film artıq oldu. Şərtlər oxuyuram. Deyir A-nın nümayişi B-dən dərhal sonradır. Bax, birinci köməyim. B-dən dərhal sonra A yazacağam. D-nin nümayişinə başlandığından 2 saat sonra C-nin nümayiş başlayır. Bax, nə zaman ki D başladı, 2 saat sonra C başlayacaq. Yəni arada bir dənə çizgi film ötəcək. Hatta ki D saat 10-da başlayırsa, 2 saat sonra 12-də C başlayır. Şu arada bir dənə çizgi film qalır axı. Ona görə biri qeyd elədim. Üçüncü kömək. Y-nin nümayişi F-dən 3 saat əvvəl başlayır. F-dən 3 saat əvvəl Y-nin nümayişi başlayır. Yəni arada 2 dənə çizgi film var. G-nin nümayişi saat 13:00-dadır. Qeyd elədim. G ilə Y-nin başlanma vaxtları arasında nə qədər fərq varsa, C ilə B-nin başlanma vaxtları arasında da bir o qədər fərq var. Yəni dördüncü şərtdə mənə onu göstərir ki, C Y ilə B-nin tam arasında yerləşməlidir. Yəni C ilə Y arasında nə qədər fərq varsa, C ilə B arasında o qədər fərq var. Tutalım, Y G-dən 2 saat əvvəldirsə, B də G-dən 2 saat sonradır. Yəni arada vaxt fərqi eyni qalmalıdır. Məsələ nədir? Burada ehtimallarımız harda yaranır? Burada ən rahat üçüncü ehtimaldan başlamaq. Çünki digər birinci və ikinci ehtimala baxsan, ehtimallar çoxdur. Məsələn, B ilə A-nı yanaşma hal-hazırda 10-11 də götürə bilərəm, 11-12 də götürə bilərəm, 14-15 də, 15-16 ehtimal çoxdur. Ona görə üçüncü ehtimala daha az yol oldu. Ona görə üçüncüdən başlayıram. Əgər Y ilə F arasında 3 saat vaxt fərqi varsa, Y 10-da başlasa, F 3 saat sonra 13 olmalıdır. Axı 13:00 olub ola bilməz. Y 11 olsa, F 3 saat sonra 14 olur. Y 12 olsa, F 3 saat sonra 15 olur. Y 13 ola bilməz, 13:00 da olur. Y 14 də olmaz, çünki 3 saat sonra artıq yer yoxdur. Deməli, mənim 2 dənə ehtimalım yarandı. Yəni, mən sualı bu 2 dənə ehtimaldan birinə əsasən həll etməliyəm. Birinci 11-14-ü qoyub yoxlayıram. Problem baş verirsə 12-15 yoxlayacağam. Y-ni gəlirəm 11 götürürəm. F-i 14 götürürəm. D ilə C arasında bir dənə çizgi film olmalı idi. Deməli, mən D ilə C-ni 15-16 yazsam yanaşı düşür olmaz. Ona görə ondan 12 yazıram D ilə C-ni. B ilə A da yanaşı olmalısa, o da qalır 15-16-ya. İndi həqiqətən G ilə Y arasında 2 saat vaxt fərqi oldu. C ilə B arasında 2 saat vaxt fərqi oldu. Aradakı məsafə eynidir. Deməli, bu elə ödəyən şərtimdir. Saat 14:00-da başlayır, F-in çizgi filmi. Cavab olur F. İndi bəs deyəsiniz ki, o bir ehtimalda problem nədir? Gəl o bir ehtimaldakı problemi göstərim. 13:00 G-ni yazdım. İndi tam gəl Y ilə F-i 12-15 götürək. Y-ni 12 götürsəm, F-i 15 götürsəm, D ilə C arasında yenə bir dənə çizgi film olmalıdır. D-ni 14 götürürəm, C-ni 16 götürürəm. B ilə A yanaşı olmalıdırsa 10-11-ə yazıram B ilə A-nı da. Şimdi bu səfər dördüncü şərt pozulurdu. C ilə Y arasında 1 saat oldu, C ilə B arasında 3 saat oldu. Vaxt fərqi eyni qalmadı axı. Ona görə ki, bu şərt deməli səhv idi. Yoxlasaydınızsa görəcəksiniz ki, ödəmir. Ona görə cavab olur F. D variantı. Bir şey soruşa bilərəm müəllim. Buyur. Burada məsəl üçün deyir Y-nin nümayişi F-dən 3 saat əvvəl baş verib. Bu zaman məsələn Y11-də götürmüşüksə F-i 15-ə götürməli deyilikmi? Ortada 3 Necə? saat. Mən elə baxmışdım. Necə Elbə ki, bir burada eləmə? mən elə
Burada deyir ki, yeni nümayişə F-dən 3 saat əvvəl başlayır. Aha. Məsələn, yeni 11 götürmüşəmsə, F-i mən 15-ə yazırdım. Elə 3 saat ortada. Təbii sadəcə bir sual verirəm sənə. Tutalım ki, saat 10-dur, düzdürmü? Mhm. Saat 10. Deyirəm 3 saat əvvəl bizim dərsimiz oldu, bitdi. 3 saat əvvəl deyəndə saat neçəni götürürsən? 7-ni. Neçə? 7. Eşitmədim, neçə? 7. Ay sağ ol. Niyə 6 götürmədin? Düzdür. Mən burada belə yazırdım, onun Ay üçün sağ ol. alınmadı. Bilmirəm, çaşmışam mən. Hə, ona bax diqqət elə. Arada desəydik 3 dənə çizgi film var. Hə, onda sən elə götürərdin. Sənə nə deyir? 3 saat əvvəl başlayır. 3 saat əvvəl deyirsə mən 3 çıxıram da həmin saatdan. Şu 11-15 götürsəm arada 4 saat vaxt fərqi olur axı. Bəli, aydındır, çox sağ ol. Aydındır? Əla. Başqa sualların var mı buradan? Əla. Bu da getdi. Buradan baxın bir dənə sizə bir sual forması da göstərim. 65-ci sual forması. Bu sual indiyəcə magistr qəbul tipli sual düşməyib, amma dövlət qulluğuna düşüb. Yəni təzədən salma ehtimalları var magistrin. Çünki magistr dövlət qulluğunun suallarının sim imtahana magistra salırdılar. Sualın şərtini oxuyuram, sonra bunun həllini deyəcəm sizə. Sualın şərtini oxuyanda biraz adama gəlici gəlir, amma o qədər də çətin bir sual deyil, rahatdır. Deyir, bir şagirdin 5 yoldaşını təklif etdiyi oyunun şərtinə görə oyunçular onlara verilən sualları düzgün olub olmamasının asılı olmayaraq istədikləri formada cavablandıra və ya cavablandırmaya bilərlər. Oyunçuların altıda sıraya düzülürlər. Və kənar bir şəxsin bu oyunu kim təklif etdiyi sualına oyunçulardan şəhadət barmağını sola və ya sağa istiqamətləndirənlər təklif edənin solda və ya sağda olduğuna, aşağı istiqamətləndirənlər özünün təklif etdiyini bildirir. Şəhadət barmağını yuxarı istiqamətləndirən isə özünün təklif etmədiyini bildirir. İki oyunçu isə oyunu təklif edəni göstərmək istəməyib. Bizə deyir ki, kimlər oyunu təklif edən olsa, doğru və yalan məlumat verənlərin sayı bərabər olar. Bu nə deməkdir? Bax, gəl bunu izah edeyim. Sualın qısa yolunu sizə. 6 nəfər oyun oynayır. Kənar bir şəxs gəlir, bunları düzür sıraya. Və bunlara sual verir ki, bu oyunu sizə kim təklif edib? Bunlar da başlayır hərəsi bir istiqaməti göstərməyə. 1 ilə 5 ümumiyyətlə heç nə demir. Yəni bu smalko deməkdir ki, heç bir fikir bildirmirlər. İkincinin göstərdiyi istiqamətə baxsam, sağa doğru göstərir. Yəni ikinci demək istəyir ki, oyunu təklif edən 3, 4, 5, 6-dan biridir. 3-dən soruşulanda 3 solu göstərir. Yəni demək istəyir ki, təklif edən 2 və yaxud da 1-dir. 4 yuxarı göstərir. Yuxarı göstərmək o deməkdir ki, mən təklif eləməmişəm. 4 deyir, mən eləməmişəm. 6 isə aşağı göstərir. Aşağı göstərmək o deməkdir ki, mən təklif eləmişəm. Bu oxların mahiyyətidir. Bizə yazdılar, bax bu idi. Məsələ nədir? Sualı verən sənsən və bilirsən ki, doğru və yalan deyənlərin sayı bərabər olmalıdır. Buna əsasən təklif edən kimlər ola bilər? Bax, konkret gedişat deyirəmsə, yadda saxlayın. Bu sual tipində hər bir iştirakçının oyunu təklif etmək ehtimalını nəzərə alırsa. Bax, bir də deyirəm. Hər birinin oyunu təklif etmək ehtimalını nəzərə alacaq. Bu nə deməkdir? Tutalım ki, oyunu təklif edən birinci şəxs olsa, görək nə baş verir. Bax, tutalım sən sualı verirsən, amma sualı verəndə bilirsən ki, təklif edən birinci şəxsdir. Birincidən soruşuram, heç nə demir. İkincidən soruşuram, oyunu kim təklif eləyib? Sağ tərəfi göstərir. Deməli, yalan danışır. Birinci təklif eləyib axı. 3-dən soruşuram, kim təklif eləyib? 2 və 1-ə doğru istiqamətləndirib barmağın düz danışır. 1 təklif eləyib də, plus qoyuram.
4-dən soruşuram, 4 deyir mən eləməmişəm. Düz danışır da 1 eləyib. Plus qoyuram. 5 heç nə demir, 6 deyir mən eləmişəm. Yalan danışır. Çünki birinci eləyib axı. Deməli məsələ nədir? Əgər oyunu təklif edən birinci şəxs olsa, 2 nəfər yalan demiş olacaqdı, 2 nəfər doğru demiş olacaqdı. Yəni həqiqətən də məlumatların sayı bərabər olacaqdı. Deməli birinci iştirakçı oyunu təklif edə bilər, biri götürürsə. Birini də deyirəm, sonra sualla varsa qayıdacam axıra. Bəli. Tutalım yaxşı, oyunu ikinci təklif eləsənə baş verir. Tutalım ki, oyunu təklif edən ikinci şəxsdir. Birinci heç nə demir. 2-dən soruşuram ki, oyunu kim təklif eləyib? Özü eləməyinə baxmayaraq sağ tərəfi göstərir, yalan danışır. 3-dən soruşuram, kim təklif eləyib? Solu göstərir. Düz deyir də 2 təklif eləyib, plus qoyuram. 4 deyir mən eləməmişəm, düz danışır, plus qoyuram. 6 deyir mən eləmişəm, yalan danışır, 2 eləyib, minus qoyuram. Deməli ikinci oyunu təklif eləsə, yenə 2 doğru, 2 yalan oldu. Deməli 2 də ola bilər, 2-ni də götürdüm. Problem var burada. Əla. Davam edelim. Tutalım və sonunda oyunu üçüncü şəxs təklif eləsənə baş verəcək. Gəl babun yoxlayaq. Əgər oyunu təklif edən üçüncü şəxsdirsə, 2 3-ə doğru göstərir, düz danışır. 3 özü təklif edib, amma sola göstərir, yalan danışır. 4 deyir mən eləməmişəm, doğru danışır. 6 deyir mən eləmişəm, yalan danışır. 2 plus 2 minus oldu. Deməli say bərabərdir, bu da düz. 3 də götürürəm. Cavab əslində çıxdı ki, 1, 2, 3, 5-dir. Bir dənə 4 niyə alınmır? 4-ü də göstərim. Alınmayan necə olur, onu da bilək. Tutalım oyunu təklif edən dördüncü şəxs olsa nə baş verir? 2 4-ə doğru göstərir, düz danışır. 3 solu göstərir, yalan danışır. 4 özü təklif edib, amma deyir mən eləməmişəm, yalan danışır. 6 deyir mən eləmişəm, yalan danışır. 3 dənə minus oldu. Sayılar bərabər olmadı, axı ona görə 4-ü götürə bilmirdim. Cavab da axırda çıxırdı 1, 2, 3, 5. 5 də yoxlasaz eyni qaydadan 2 iş alınırdı. Bu Problem olan smile var o burada. deməkdir ki, Necə? smile deməkdir ki, yəni ki, mən təklif eləməmişəm, hə? Yox, Smalik heç nə demir. Smalik fikir Heç nə yürütmür. deyil. Aha. Məsələn, bax, yaxşı fikir 5 də yoxlayaq. 5 özü heç nə demir. O birlər 5 ilə bağlı nəsə deyir. Məsələn, 5 təklif eləyibsə, ikinci sağ tərəfi göstərir, düz danışır da. Təklif eləyən 5-cidirsə, həqiqətən bundan sağda dayanıb. Üçüncü sol tərəfi göstərir, yalan danışır. 4 deyir mən eləməmişəm. Düz deyir, öz eləyim, bax 5-ci eləyib, doğru danışır. 5 özü heç nə demir, 5 ilə işim yoxdur, 5 və 1-in işim yoxdur. 6 deyir mən eləmişəm, yalan danışıraq 5-ci eləyib. 2 plus oldu, 2 minus. Deməli, bu da ola bilər. Ona görə cavab olacaq 1, 2, 3, 5. Bitdi, getdi. Suallar var. Eyvallah. Belə, mətnin təhlilindən bu qədər. Hardasa təxminən bir 10-dan yuxarı suala baxdıq. Seçmə 50 dənə sual atacağam dediyim kimi və çünki bunu bir dərsə çatdırma biraz çətin məsələdir. Biraz bu ağır mövzudur. Ona görə bunu ancaq çatdırarsınız. 50 dənə sual işləyəsiniz cəmi. Çalışacağam ki, əgər inşallah vaxt eləyə bilsəm, atdığım sualların hamısını rekordunu çəkim, bir-bir atım ki, evdə rahat oturub dəfələrlə baxa biləsiniz. Çünki dediyim kimi, siz evdə məsələn bu bölmə xüsusən də təzə başlayanları, birinci həftə hazırlaşmayan tələbələri çox yoracaq. Çünki o vaxt birinci həftə hazırlaşan tələbələr özü də bilir ki, bu bölmədə kifayət qədər vaxtımız getmişdi və 2 dərs üstünə qalmışdıq. Amma indi vaxtımız qısa olduğuna görə 2 dərs üstünə qala bilmirik, bir dərs qalıb keçməliyik. Ona görə kifayət qədər vaxt ayırmaq lazımdır. Mən bu dərsin də rekordunu atacağam sizə, indiki dərsin. Və bir də bizim birinci həftə vəsaitimizdən olan mətnlərin rekordları var ki, onları da göndərəcəm. Düzdür, indi bunların içindən olanlar da var orada. Bunların içində olmayanlar da var. Prosta fərq nədir ki, sizə odur ki, mətnin təhlili ilə bağlı çox sual tipi görün ki, nisbətən inkişaf olsun. Yəni sizi yorsa belə üstünə dirəşmək lazımdır və heç vaxt bunu son günə qəti surətdə saxlamayın. Yəni mən bunu saxlayım, dərsə bir gün qalmış işləyərəm, bir günə heç vaxt çatdıra bilməzsən.
Sən elə məsələn bu gün axşam biraz işlə, sabah biraz işlə, o biri gün biraz işlə. Gündə biraz 10 dənə, 15 dənə mətn işləyib o şəkildə günlərlə həll elə ki, nə çox yorulasan, nə də ki, kifayət qədər vaxt ayırıb həll edə biləsən. Buradan sualı olan var. Bir dənə də 34 var idi. 34 deyə soruşmuşdu ya. 34-cü sual qəbul sualdır. Açığı bunu mən sizə saxlamışdım. Bir dənə bunun sxemini sizə göstərim. Qeydiyyatı bir dənə özünüz evdə cəhd göstərin. Əgər alınmasa gələn dərs baxarıq. Bu qəbul sualdır. Bunu sizə saxlamışdım ki, siz eləyərsiniz. Dediyim sualın içində bax bu da var. Burada deyildi ki, Akif, Bahar, Cəmilə, Dilbər, Elnur, Fuad, Günay və Habil eyni universitetin iqtisadiyyat, marketinq, idarəetmə və sosiologiya fakültələrinə təhsil alır. Məlumdur ki, hər fakültədə 2 nəfər təhsil alır. Bu səfər biz necədir məsələ? 8 nəfər şəxs var, 4 dənə fakültə var. Yəni ki, bu səfər iqtisadiyyatda da 2 nəfər təhsil alır, marketinqdə də 2 nəfər təhsil alır, idarəetmədə də, sosiologiyada da. Fakültələri yazıb altına şəxsləri də yazmaq olar və yaxud da şəxs adlarını yazarsan. Akif, Bahar, Cəmilə, Dilbər, Elnur, Fuad. Yəni gözümü uzarkı taxım. Elnur, Fuad, Günay bir də Habil. Hər birinin qabağından qəbulu fakültə yazasın. Məsələn, deyir Bahar sosiologiya oxuyur, Baharın qabağına yazsan sosiologiya. Cəmilə və Elnur eyni fakültədirsə, Cəmilə ilə Elnuru eyni fakültə götürməlisən. Bu şəkildə verilənləri bir dənə təhlil edib doğru cavabı çıxartmağa çalışın. Bu sual qəbula düz elə bir ki, adlar dəyişdi də sadəcə 2 dəfə düşüb. Bir dəfə köhnə illərdə, bir dəfə də 2025-ci ildə səhv eləmirəmsə düşmüşdü. Bu şəkildə adlar qeyd edilib, ona əsasən mütləq səhv variantı axtararsan. Yenə burada ehtimallarını yaradacaqsan, o ehtimallarla getməli olarsan. Yəni evdə cəhd göstərərsiniz, cədvəl bu şəkildə gedin. Əgər alınmasa inşallah bunun da izahına baxarıq. Belə. Buradan sual olan var. Eyvallah. Onda aralıqları deyirəm, qeyd eləyin. Sonra keçək cədvəllərin səhvlərinə baxaq. Aralıq olaraq və buradan yazıram. 50 dənə sual seçəcəm. O arada qalan suallar da var ki, onları da asan bölmələrindən 5-5 verəcəm, sıradan çıxardacaq. Amma hələlik bir dərs üçün 50 dənə suala baxaq. 1-15 aralığına baxarsınız. 1-15 daxil olmaqla. Sonra 21-25 aralığına baxarsınız. Sonra 31-35 aralığına baxarsınız. Sonra 41-45 aralığına baxarsınız. Sonra 51-dən 60-a kimi baxarsınız. Sonra sual nömrələri qeyd edilən bayaq seçdiyim suallardır bunlar. 63, 65, 68, 71, bir də 74-80 aralığı. Arada səhv eləmirəmsə 30 dənə sual ixtisara saldım. 50 dənə sual edir. Bu yazdıqlarımı inşallah gələn səfər üçün işləyərsiniz. Belə. Qrupa atacaqsınız onu. Necə? Qrupa atacaqsınız. Qrupa. Elə qrup atdılar deyəsən. Bəli, müəllim atıldı. Hə, çox sağ olun. Onlayn atdılar, yəni qruplara bəli göndərəcəm. Belə, mətnin təhlilini bitirdik. İndi keçək cədvəllər mövzusundan suallarınıza baxaq. Bu arada bu həftə bazar günü sınavımız olacaq. Sınava kimlər qoşulacaqsa, inşallah qrupa da yazacağam. Sınavdan sonra mütləq şəkildə mən imtahan edəcəyinizi deyin.
Görə necə olacaq? Yəni imtahanda bir arada bir şey deyim, bunu mən birinci həftə deyildim. Sınavda əsas məsələ çox və yaxud da az yazmaq deyil. Sınavda əsas məsələ boşluqlarımızı görməkdir. Yəni gedib sınavdan məsələn deyirəm, çətin olsa az yazsaz motivasiyanın düşmək deyə bir anlayış yoxdur. Yəni siz oradan sadəcə yeni şeylər öyrənməyi fikirləşməlisiniz. Həm yeni şeylər öyrənin, həm də boşluqlarınızı görün. Məsələn, tutalım sən getdin sınava, aşkar operatordan 3 dənə sual düşdü, 3-ünə səhv yazdın. Şöyle demək sən aşkar operatoru düzəltməlisən. Yəni məsələn, sən tutalım aşkardan 3 dənə səhv yazdın. Hə, gələn imtahan gedib düzəldərəm. Gəlin üstünə düşmə, get gəlib də təzədən yaz. O bir imtahan düzəldərəm. Belə bir anlayış yoxdur. Ümumiyyətlə məntiqdə. Gördün ki, hansısa bir bölmədə boşluğun var, o bölməni möhkəmləndirmək lazımdır. Gəl həmin bölmənin testlərini təzədən işlə. Və yaxud burdakılar işləyib bitirdin. Məndə yazdığın ki, müəllim, mənim filan bölmədə çətinliyim var. Mən həmin bölmədən aid başqa testlər göndərəm. Sən otur onlarda işlə. Yəni hansı bölmədə boşluqlarını çox görürsənsə, o bölmənin üzərində işləməyə çalışmalısan ki, sonradan o boşluqları aradan qaldıra biləsən. Ona görə sınağı mütləq şəkildə çalışın. Bu sınağı getməyənlər də e, gələn həftə indi bayrama görə olmayacaq. O bir həftə inşallah olacaq. O bir həftə mütləq şəkildə çalışın, sınavdan qalmayın. Nə qədər getsə o qədər xeyirlincədir. Cədvəllərdən deyin suallarınızı başlayaq. Müəllim, Bəli. məndə bir dənə 75 səhv deyə. 75. Bir 75 ona baxa baxa qayda var. bilərik. Və yaxud da 75-ə 77. bax qayda əvvəl. 75-də bu verilən diaqramdan burada verilən şərtləri çıxardıb cavaba getməli idim. Və burada baxıram ki, birinci 6, 5, 17. Arada M hərfi verilib. Bu da bax burada da 6, 5, 17. Arada M hərfinin yerində 11 var. Deməli M olur 11. M 11-dirsə, M-in solunda və sol aşağısında eyni rəqəm olmalıdır. 11-in solunda və sol aşağısında 8 verilib. N-lərə yazıram 8-i. Sağında da L verilib, L də olur 2. 8, 11, 2 cavab olur Y variantı. Bu qədər. Aydındır mənim olsun. Qayıtdım əvvələ. Cədvəllərdən suallarınızı qeyd edin baxaq. 27 var müəllim. 18 görürəm, 18-ci sualdan başladıq. 18-ci sual. 18-də verilənləri kənardan qeyd edirəm. Bax, birinci yuxarıda vurmanı görürəm. A vur B bərabərdir 3BC-yə. B vur B, yəni B kvadrat bərabərdir 3A-ya. A plus C bərabərdir B plus 10-a. A plus B bərabərdir 18-ə. Burada ümumiyyətlə ən rahat necə həll edə bilərəm? Burada AB 3BC idisə, burada B mənə mane olur. Bunu avtomatik ixtisarla getsin də. A bərabər olsun 3C-yə. A bərabər 3C idisə, gəlib burada da A-nın yerinə 3C qoyuram. Burada da. Burada A-nın yerinə 3C qoyanda 3C üstə gəlsə 4C eləyir B plus 10. Aşağıda da A-nın yerinə 3C qoysam 3C plus B bərabər olur 18-ə. İndi buradan da bunları mən alt-alta toplasam. Alt-alta toplayanda nə deməkdir? Bərabərliyin sonları toplayam, sağın ayrı. Yəni 4C üstə gəl 3C plus B. Yəni 7C plus B bərabər olur. B plus 28-ə. Buradan B-lər ixtisar gedir. 7C 28 isə C də bərabərdir 4-ə. C-miz 4-dürsə, A-mız olur 3 vur 4, 12. A-mız 12-dirsə, B-miz də olur 12 plus 6 olmalıdır. B də olur 6C variantı. Problem var.
27. 27-yə baxaq. 27-ci sualda. 27-ci sual biraz uzun gedirdi. Bax, yuxarı sol küncə baxsam toplama var. A plus B'miz C plus 1-ə bərabərdir. B plus C'miz 2A plus 8-ə bərabərdir. A plus C'miz isə 11-ə bərabərdir. Bunları qeyd elədim. Və indi burada məsələ nədən ibarətdir? Bizə A plus C-nin nəyə bərabər olduğunu verib də, düzdürmü? Mən yuxarıdan bu iki dənə tənlikdən kömək almalıyam. Baxıram ki, bu səfər. Burada mənə A plus C-ni veribsə, mən buradan A-la C-ni əlaqələndirmək istəyirəmsə, B-ni ixtisar eləməliyəm. Gəlib bunları tərəf-tərəfə çıxsam, B-lər ixtisar gedir. Qalır A minus C bərabərdir. C plus 1. Buradakı mənfi ikisinin də işarəsini dəyişir. Minus 2A minus 8 olur. Yəni, bu sadə bir şeydir. Bunu da buradan vurğulayın. C plus 1-dən 2A plus 8-i çıxanda olur C plus 1 çıx 2A çıx 8. Buradan 2A-nı sola keçirsəm 3A, C-ni sola keçirsəm minus 2C bərabər eləyib 1 çıx 8, yəni mənfi 7-yə. A plus C də bərabərdir 11-ə. Müəllim, olar Qaldı bir sual verin. Aha, Mənim buyur. ən çox çətinliyim birisi hansıdır? Məsəl üçün, bundan əvvəlkində siz topladınız da, amma burada tənlikləri çıxdınız. Hansında toplayırıq, hansında çıxırıq? Nəyə əsasən edirsiniz ki bunu? Yəni, riyazi tərəfini başa düşmürəm, bilmirəm. Bildiniz nəyə Bunu soruşdum mən? Hə, biz necədir? Başa düşmə demək istəyirsiniz. Bunu ümumiyyətlə biz sualın daxilinə baxıb özümüz gedişatı gerib onun əsasən davam eləməliydik. Məsələn, mən bunu alt-alta toplamağı düşündüm. Gəlib bunu alt-alta toplasam, A üstəgəl 2B üstəgəl C bərabər olur. 2A üstəgəlinsin C üstəgəlinsin 9-a. Gəlirəm tutalım A-la C-nin yerinə 11 qoydum. 11 üstəgəl 2B bərabərdir. Burada da 2A-nı parçalasam A üstəgəl C plus 9 yazsam. Desəm A-la C-nin yerinə 11 qoyum. 11 plus 2B bərabər olur. 11-i də bura qoysam 20 plus A-ya. Və görürsünüz ki, burada mən yenə konkret bir cavaba gedə bilmirəm. Yəni, bunu birinci plus toplama ağlınıza gəlsə belə, yoxlayanda görəcəksiniz ki, konkret bir cavaba getmək olmur. İşim get-gedə uzanır. Ondan sonra çıxmaq olmalı idi. Bunu ilk baxışdan görməkdən ötürü də, bunu artıq sən beyində bir dənə sadə canlandırsan, yəni alt-alta toplamışdan qabaq. Məsələn, bax, mən düşünürəm ki, bunu alt-alta toplasaydım, bir yaxşı gedişat gəlir gözümün qabağına. 2B qalır burada, C plus 2A qalır burada. Görürəm ki, məhsullar həll olunur. Ona görə bilirəm ki, toplamaq mənə effekt verməyəcək, alt-alta çıxıb gedirəm qaydaya ki, buradan B-ni ixtisar edeyim, A-la C-ni əlaqələndirim. aydındır, Ona çox sağ əsasən olun. dedim ki, burada çıxmaq lazımdır. Aydındır, çox sağ olun. Buyur. İndi gəldim burada tənliyi həll eləyəndə. İstəyirsən əvəz elə həll elə, istəyirsənsə hər hansı bir rəqəmə vur həll elə. Məsələn, aşağıdakı ifadəni 2-yə vursam, 3A minus 2C bərabərdir mənfi 7-yə. Aşağıda 2A plus 2C bərabərdir 22-yə. Bunları alt-alta toplasam, 2C-lər ixtisar gedir. 5A bərabərdir. Mənfi 7 plus 22, yəni 15-ə, A da bərabərdir 3-ə. A-mız 3-dürsə, C-miz 8-dir. Gəlin B-ni tapaq. A-mız 3, C-miz 8-dirsə, B də 6 olmalı ki, 3 plus 6 9 elə, sonra 8 plus 1-ə bərabər olsun. A3, B6, C8. Qoy yerinə hesablaşın. Sonra 28. 28-ci sual. Yuxarı baxıram vurmadı. A vur C bərabərdir 12B-yə. A vur B bərabərdir 4C plus 3-ə. Böl 3-ə. Bir də A plus C-ni verib 11. Bunu mən ən qısa yola necə həll edə bilərəm? Bu iki dənə tənliyi alt-alta vursam. Sən bu iki dənə tənliyi niyə görə alt-alta vurmağı mənim ağlıma gəlir?
Çünki sol tərəfdə də B ilə C var, sağ tərəfdə də B ilə C var. Yəni bunları bir-birinə vursam, hər iki tərəfdən B ilə C ixtisar getsə, bir dənə A-nın qiymətini rahatlıqla çıxarda bilərəm. Alt-alta vururam. A kvadratı vur B vur C bərabər olur. 12B vurulsun 4C bölü 3. Buradan 12-dən 3 ixtisar gedir, 4 qalır. A kvadratı vur B vur C bərabər olur. 4B vur 4C, yəni 16BC-yə. Buradan BC ixtisar gedir. A kvadrat 16-ya bərabərdirsə, A-mız da bərabərdir 4-ə. Elə bizdən A-nın istəyəcək cavab olur 4, A variant. Problem var. -29 vardı. 29'a baxaq. -29. sualda. Qəşəng sual idi, maraqlı sual idi. Bax, 29-cu sual. K üstəgəl M üstəgəl M bərabərdir 21 olarsa T-ni tap. Bax, mən baxıram. Birinci buradan ən rahat. Nəyi tapa bilərəm? A-nın Z-ni. Sən A-ya bax. A-nı A-ya vurub A almısan. B-ni A-ya vurub B almısan. C-ni A-ya vurub C almısan. Deməli, A 1-dir ki, nəyi 1-ə vursam özünü almışam. A oldu 1. A-mız 1-dirsə, C-miz olur 1 plus 1, yəni 2. Sonra burada mənə KM-in lazımdır. N-in qiyməti çıxdı artıq. N yerləşir 2 üstəgəlin 2-də. Yəni 4-də. N olur 4. K-mız yerləşir B üstəgəl B-də. Yəni 2B-də. M yerləşir B üstəgəl 2-də. Yəni buradan da alınır 2B üstəgəl B plus 2 üstəgəl 4 bərabər 21-ə. Buradan 3B plus 6 bərabər 21-dirsə 3B eləyir 15. B də bərabər olur 5-ə. B-miz 5-də gəlib B-ləri yenə 5 qoyuram. T də harada yerləşir? 5 vur 5-dir, yəni 25-də. Doğru cavab olur B variantı. Problem var. Mənim orada B plus 2 hardan gəldi? C-in 2 tapanda bildin, C-nin 2 oldu. Bəli, o hissəsini anladım. M harada yerləşir? A, B ilə C-nin cəmidir. Bildim, bəli. Aşağı. Mən B-nin 2-ci altdakına cəmi. görə burada da eyniymiş, bildim. 29-dan sonra 35, 38. 35-də solla sağı topla böl 2-yə. 2 ilə 4 toplayıram 6, 2-yə bölürəm 3. 12 ilə 6-nı toplayıram 18, yarı bölürəm 9. İndi 2 ilə 8 toplayacağım 10, yarı böləcəm 5. 4-dən 12-ni toplayacağım 16, yarı böləcəm 8. 38, 42. Otuz səkkizinci sualda 8 ilə 5-dən 11 alırsan, 5 ilə 4-dən 9 alırsan, 7-dən 6-dan da 42 alırsan. Bunu necə tapa bilərsən? Baxıram ki, 8 ilə 5-dən 11 alanda kəsişmədə 38-ci sual kimin sualdır? Bir dənə sadə sual verim, cavabı çox rahat çıxartacaq. Mənim sualım. Hə. Adı necədir? Mənim xoşbəxt. Kim? Xoşbəxt. Hə, xoşbəxt. Hə. Bax, 8 ilə 5-dən 11 almalısan. Bunu qeyri-aşkar kimi qeyd eləsəm, bir də 5 ilə 4-dən 6 almalısan. Bir də 7 ilə 6-dan 8 almalısan. Sonra 2-yə vurub çıxırıq sağa. Ay, görsən, qeyd eləsə özün tapdın. 2A minus B. 2 vur 8, 16, 5 çıxıram 11.
2 vur 5 10 4 çıxıram 6. 2 vur 7 14 6 çıxıram 8. Şimdi 7-yə bölüm 14 5 çıxıram edir 9 B variantı. Qırx iki 43 42-yə baxaq. 42-ci sualda burada rəqəm 1 səhv düşmüşdü. Burada üçün bir iki dənə suala problem vardı. Bu 5 olmalıydı. Burada. Burada nə iş görürdü? Bura A desən bu hissəyə. Bura B desən. A-dan 2B-ni çıxırdı. 6-dan çıxır 3 vur 2 6-nı eləyir 0. Burada 16-dan çıxır 2 vur 6 12-ni eləyir 4. Burada 6-dan 2 vur 6 12-nin çıxanda mənfi elədiyinə görə çıx qoyub. Mən də sualı tapanda 6-dan 2 vur 4 8 çıxanda mənfi 2-dir. Yəni mənfi alına görə çıx qoyacam. Cavab olur D. 43, 44, yoxsa 43, 43. 43-də rəqəmlər cəminin hasilidir. 1 plus 2 eləyir 3, 1 plus 6 eləyir 7. 3-ü vuram 7, 21. Burada məsələn 4-ü 2 ilə 5-in cəmi 7-yə vuram edir 28. 1 plus 1 2-ni 7-yə vuracam olacaq 14. Cavab olacaq C variantı. 43-dən sonra qeyd edin suallarınızı baxaq. 18-ə baxmışdıq. 42 43-ə baxdıq. 36 45 36 45 45-də fiqurların tərəf sayını qeyd eləsəm, kvadratın 4 tərəfi var. 3 bucağın 3, bu 6 bucaqlıdır, bu 5 bucaqlıdır. Bu 3 bucaqlıdır, bu 5 bucaqlıdır. Burada 4-dən 4-dən 32 necə alır? Kvadratlar cəmidir. Bax. 4-ün kvadratdan 4-ün kvadratını toplayır 32. Yəni bura A, bura B desəm bu kişilikdə. A kvadrat plus B kvadratdır. Həmçinin burada 9 ilə 9-u toplayıram 18 edir. Bəs buraya niyə görə çıx qoyub? Çünki 16 ilə 9 toplayanda 25 təkə də elədiyindən çıx qoyur. Deməli kvadratlar cəmini toplayırsan. Cütdürsə cavabı yazırsan. Təkdirsə çıx qoyursan. Bitdi, getdi. 36. Kök altında topla. Kök altı topla. 1-dən kök çıxır 1, 4-dən kök çıxır 2, 1 ilə 2-ni toplayıram 3. 25-dən kök çıxır 5, 9-dan kök çıxır 3, 5-dən 3 toplayıram 8. Sual alanda 9-dan kök çıxır 3, 9-dan kök çıxır 3 toplayıram edir 6. Cavab olur B variantı. Kökə baxdıq. 55 görürəm. 55 57. 55-ci sualda 55-ci suala baxıram ki, A-nı B-yə vurur. Vurandan sonra bölürsə. Yəni bura A desəm, bura B desəm. 4 vur 12. 48 3-ə bölürəm 16. 6 vur 8 48 3-ə bölürəm 16. 4 vur 8 32 3-ə bölünmədiyinə görə çıx qoyub. Yəni burada 6 vur 21 3-ə bölsəm 2 vur 21 alınır 42. Cavab olur A variantı. 56 da var səhv eləmirəmsə. 56-da 49 böl 7 7 edir. O da 3 ilə 4-ün cəminə bərabərdir. 56 böl 4 14 edir. 7 ilə 7-nin cəminə bərabərdir. 28 böl 4 7 edir. O da 2 ilə 5-in cəminə bərabərdir. Cavab olur B variantı. 57 58 58-də səhv var dedim. 1000-dən düzəldin. 58-də bura 5 olmalıydı. Mən belə bunu dərsdə demişdim. Burada deməli mahiyyət nədən ibarətdir? Burada artıq diqqətdən baxsaq, nə iş görürdü? 9-u vurur 8-ə 72. 3-ü vurur 8-ə 24. 11-i vurur 3-ə 33. 5-i vurur 12-yə 60 eləməli. Cavab olmalıydı C variantı. Yəni vurub yazır. Bir dənə orada 5 səhv düşmüşdü.
Mən o ardıcıllıqla getdim. Axırıncı cərgə alınmadı. Anlamışdım. Dedim bəlkə 0 səhv düşür. Ona görə Yox, yazdım. orada 5 olmalıydı, bəli, bəli. 57 də baxa bilərik müəllim. Hə. 57. 57-ci sualda burada birinci ilə üçüncünü qruplaşdırsan cavabı bax buradan çıxartmaq olurdu. Bax necə? Bax ABC gəlib olub BAC. Birinci ilə ikinci yer dəyişib. A ilə B yer dəyişib. X, Y, Z olub Y, X, Z. Yəni X ilə Y yer dəyişib. İndi MNK da suala gələndə birinci ilə ikinci yer dəyişəcək. M ilə N yerini dəyişəcək. Olacaq N, M, K. Cavab olacaq Y variantı. Aydındır. Aydındır. Müəllim, burada 60-a da baxa bilərik. 60 baxaq. 60-cı sual. 60-cı sualda da burada bax. Bu da səhv düşmüşdü. Bu 3, bu 4 olmalıydı. 7-nin kvadratı Ardı 49. alınır onda, ona baxmıq. Mən də o ardıcılıqla Bəli. gedirdim, alınmırdı. 3, 4, 81. Sonra. Əlli beş. 55, 58. Görə baxmışım 55, 58-ə. 58-ə baxdıq, 55-ə baxdıq. 66 gördüm. 66-ya baxaq. 66 idi, düzdürmü? 66-cı sualda yuxarıdakı sətirdə 3-ə vurub 1 gəlir gedir. Və 2-ni vuram 3-ə 6, 1 gəlirəm 7. 7-ni vuram 3-ə 21, 1 gəlirəm 22. 22-ni vuram 3-ə 66, 1 gəlirəm 67. Aşağıda eyni qayda 3-ə vurub 1 gedir. 3 vur 3 plus 1 edir 10. 10 vur 3 plus 1 edir 31. İkinci sətirdə isə 3 vurub 1 çıxır. 2-ni vurdum 3-ə 6, 1 çıxdım 5. 5-i vurdum 3-ə 15, 1 çıxdım 14. 14-ü vuram 3-ə 42, 1 çıxıram 41. Qalanlar da hamısı eyni qayda ilə gedir. Yuxarıdakı sətirdə hamısı vur 3 plus 1 ilə gedir. Aşağıdakı sətir hamısı vur 3 minus 1 ilə gedir. Müəllim, 60 sət. Aha, yox, 68-dən sonra zəhmət edəcək 70-ə də baxardınız. baxarıq. Siz dediyiniz kimi elədim, hamısı ABCD yazmışam. Prosta tapa bilmədim yenə. Baxarıq. 68-ə baxaq. 68-də sütun üzrə cəmləyirsən, alınan cavabın rəqəmlərinin cəmi sənə bir ardıcıllıq verir. Bax 36, 13, 21-i toplayanda sənə Bildim verir. mən bildim. Hə. Özüm cəmləyib taparım. Narahat olma. Yox, qoy yazaq elə. Ən Buradan çətin, ən çətin. Testin ən çətin sualı idi bu. Sütun üzrə cəmlər 70 eləyir. Burada sütun üzrə cəmləsən 116 eləyir. Burada sütun üzrə cəmləsən 90 eləyir. Diqqət elə, alınan bu cəmlərin rəqəmlərinin cəmi sənə bir asıllıq verir. 70-in rəqəmləri cəmi 7 plus 0 7 eləyir. 116-nın rəqəmləri cəmi 1, 1, 6-nı toplayırsan 8 eləyir. 9 ilə 0-ın cəmi 9 eləyir. Deməli, indi sualın yerinə elə bir ədəd qoyarsan ki, toplayanda aldığın cavabın rəqəmlərinin toplamı 10 olsun. O da A variantı idi. 36 qoysan, toplayanda 64 eləyir. 6 ilə 4-ün cəmi sənə verirdi 10. Həqiqi çətin imiş mən. Bütün sütunların cəmidir. Sütundan Sütunların cəminin də rəqəmlərinin cəmi idi. Ağır sual idi. Yetmiş var. 70. 70-ci sual. Bax, cədvəlin birini yuxarıdan aşağı adlandıram A, B, C, D olaraq. Birini aşağıdan yuxarı adlandıram A, B, C, D olaraq. A-nın yerində sual var, ona görə hələ ki A-ya dəymirəm. B-lərə baxıram. Eyni rəqəmləri sil. 5 getdi. 4 getdi. 3 getdi. Burada 8 oldu, burada 4 oldu. Ora C-lərə yazmışam baxıram. ki, 6 sual 8 4 2 1 6 3. Prosta bunların yəni belə dəyişilməsi ayrı-ayrı artıbdı. Ona görə məni çaşdırdı. Gəl baxaq. İndi C-lərə baxıram. 4-lər getdi, 6-lar getdi, 8-lər getdi. Burada 2 qaldı, burada 1 qaldı. D-lərə baxanda 3
getdi. 1 onsuz da kəsişmədə də atıram. 9 getdi. 6 oldu 3. Amma biz nə demişdik? Bax. 8, 4, 2, 1, 6, 3. Bunların hamısında eyni bir kombinasiya nədir? Axı bu biri 4 azalıb, biri 1 azalıb, biri 3 azalıb. Bax, ayrı-ayrı azalıblar. Bu düzgün deyil, bəli. Eyni bir kombinasiya nə ola bilər burada? Üçündə də eyni olan. Ay, bilmirəm, başım işləmir indi. 2 Bilmirəm. 2 dəfə azalırdı. 2-yə bölmədə 8-i 2-yə bölür 4, Var. 2-ni 2-yə bölür 1, 6-nı 2-yə bölür 3. Deməli 2-yə bölmək lazımmış. Eyni kombinasiya olmalıdır. Aradakı fərqlər eyni deyilsə, deməli ki, bölmə əməliyyatıdır. İndi A-da da 2-lər eynidir atdım, 4-lər eynidir atdım, 7-lər eynidir atdım. 6-dan suala gəlibsə, deməli bunu 2-yə böləcəm, eləyəcək 3. Cavab olacaq G variantı. Aydındır? Bəli, bəli, sağ ol. 71-ə də baxarıq da mən. 71. 71-ci sualda bax, burada birinci sətr üzrə ayrı kombinasiyadır, üstün üzrə ayrı kombinasiyadır. Sətr üzrə gördüyü iş nədir? Bax, bura A, bura B, bura C, bura D desəm, 2A plus B plus C plus D-dir. Yəni, hamısını bir dəfə toplayır, axırda A-nın təzədən üstünə gələndə 21 eləyir. Üstün üzrə isə bura A, bura B, bura C, bura D desəm, üstün üzrə isə A, B, C-ni toplayır, üstünə 2 D-ni gəlir. Yəni 2, 5, 7-ni toplayır, üstünə 2 vur, 1, 2 gəlir, 16-nı elə alır. Aydındır? Bəli. 73, 76. 73, 76. Burada səhv var idi. 73-də bura 2 olmalıdır. 28-dən 13-ü toplayır 41, 16 çıxır 25. 56-dan 3-ü toplayır 59, 10 çıxır 49. 63-dən 21-i toplayır 84, 77 çıxıb 7 almalı. Cavab olur B variantı. Yetmiş altıda da cavab 6-dır. 343 7-nin kubudur. 512 8-in kubudur. 216 6-nın kubudur. Cavab 6 olmalıydı. Buradakı 4 artı düşmüş. Müəllim, burada 74-ə də baxa bilərik. Mən yazılıb onsuz. Cavabı neçə almısan? Mən 16 aldım, Düz cavablarda almısan. yoxdur. 16'dır, 16'dır, 16 düzdür. Sınavda səhv. 16'dır. Cəmlərlə gedirdim burada. Cəmlərdən cavab 16 çıxırdı. Sistemlərin fərqidir. Bir də az əvvəl 76-nı yazdınız, onu tam görmədim. Ona geri baxa bilərik. Sistem tutmuş. 76 kublar idi. 343 7-nin kubudur. 512 8-in kubudur. Bəli. 64 4-ün 216 6-nın kubudur. Bundan sonraki bölmələrdə problem olmayacaq. Bu qısa müddətdə hazırlanan bu kitabı 2 həftə içində yığılıb. Ona görə bəzilərində rəqəm səhvlər olmuşdu. Amma ondan sonra mətnli figürlərdə onlarda heç bir problem olmayacaq inşallah. Yəni bunlarda yüngül problemlər olmuşdu. 73 74. Ha 73-ə baxdıq. 70 74-cü sual. Xanım 74-cü suala cavabı 16 almışdın, yoxsa ümumiyyətlə ala bilməmsən? Yox, Ala 16 bilməmsənsə almışam müəllim. ha, Tapmışdım. düzdür. Düzdür. 79. 79-cu sualda 10 üstəgəl 7 üstəgəl 10 27 eləyir 3-ün kubudur. 12 46 6 toplayıram 64 eləyir 4-ün kubudur. Bu üçün də cəmi mənə 6-nın kubu 216-nı verməlidir ki. Başqa suallar varsa qeyd edirsən baxaq. 80-ə də baxarıq da mən. Neçəyə? 80. 80 baxaq. 80-də sətr üzr ardıcıllıq kimi gedir. Bax. 18-i bölür 3-ə 6, 6-nın üstünə 5 gəlir 11, 11-i vurur 2-yə 22, 4 çıxır 18. 12-ni 3-ə bölür 4, 5 gəlir 9, 2-yə vurur 18, 4 çıxır 14. Mən də eyni qayda. 9-u 3-ə böləcəm, üstünə 5 gələcəm. 15-i 3-ə böləcəm, üstünə 5 gələcəm. Sonra da vur 2, çıx 4-dən gedir ki.
Milliyəm. Bir də əvvəldə 61-ə də baxa bilərik. Baxaq 61. Altmış birinci sualda 7 vur 5 35, 4 çıxır 31. 5 vur 5 25, 9 çıxır 16. 3 vur 2 6, 6 çıxacam 0. Aydın oldu. Çox sağ ol. Buyur. Buyurun, başqa sual olan varsa desin baxaq. Əla. Sualınız yoxdursa, onda bugünkü dərsimiz bu qədər. Dediyim kimi bir dənə mətnin təhlilini işləmək lazımdır. İnşallah o 50 dənə testi bitirin. İnşallah mətndən sonra yüngül biraz mövzu keçəcək. Çox güman ki, tərəzi falan keçərik ki, çox belə yorulmayaq. Mətn biraz bizi yoracaq ona görə. İnşallah gələn dərs görüşərik. Özünə müğayət olun. Gecəniz xeyrə qalsın. Gecəniz xeyrə qalsın. Olan gecəniz Gecəniz xeyrə xeyrə olsun. olsun. Sağ olun. Xeyir.